Həyatımın ilk Çin sürücülüyü vəsiqəsi. Bu da Çin nömrəm 90 günlük. 5-ci bölümü izləyirsiniz. Adi günlərin biri. Biz hardayıq? 8 saat yoxlamadan sonra Xarqosdayıq. Sərhəd yoxlanışında. Bu Adildir. Bizim bələdçi əslən Uyğurdur və buralarda yaşayır. Bizə bələdçilik eləyəcək. Hamı Nivanı görür, inançlı şəkil çəkdirir. Deyir, bu nə maşındır, nə bu? Burada yanacaq doldurma məntəqəsində pasport istəyirlər. Əcnəbiyəm deyən. Gəlib yazmalıyam. Belə şey olar. Yes. Fincan əyalətində yanacaq vuranda əcnəbilərdən pasport istəyirlər. Yəni qayda belədir. Amma digər yerlərdə yoxdur. Qeydiyyatdan keçirik, yanacaq doldurmaya daxil oluruq. Görürsünüz bu vloqda nələr öyrənirsiniz də, fərqli adətlər, ənənələr. Bəli, 2 manat 20 qəpiyədir yanacaq burada, 95 vururuq. Bu xanımlar da bayaqdan bizi izləyir. Nivana şəkil çəkdirirlər. Heç Nivan nə olduğunu bilmirlər, bizi də tanımırlar. İndi şirinlikdir də eləyirlər də. Yanacağı vururuq tambak və gedirəm Alipay ödəniş sistemi ilə. Burada digər ölkələrinin bank kartları işləmir. Yalnız Alipay-dən istifadə edirik. Və navigatorlar da burada işləmir. Gəlsəz Çinə mütləq bu haqda məlumatınız olsun. Beləliklə qalacağımız otelə gəlirik. Sabah edəcəyimiz prosedurlar var. Nömrə alacağıq, sürücülük vəsiqəsi alacağıq. Bəli, bu prosesləri görəcəksiniz. Xarqos şəhəri görürsünüz, kiçik bir şəhərdir. Amma Xarqos əhalisi bu Nivanı necə sevir, sözlə ifadə edə bilmərəm. Adil işlədirik və Adillə gəlirik otelə, otağa yerləşirik və otelin gözəlliyi bizi heyran edir. Çox səliqəli, gözəl oteldir. Otağa daxil oluruq. Görürük ki, nə qəşəng. Burada da siqareti hər yerdə çəkirlər. Mütləq bura gələndə, otel sifariş edəndə siqaret çəkilməyən otaq seçin. Gedirik yeməyə. Adilə deyirəm ki, ay Adil, burada Uyğur restoranı var, bizim ağız dadımıza uyğun. Deyir, var. Adillə də anlaşırıq. Azərbaycan dilini demək olar ki, onu öyrətmişəm. Bizim dil çox yaxındır onların dilinə. Bir dənə çay deyirik balla. Burada çay balla gəlir. Sonra keçirik yeməyə. Kabab gəlir. Uyğur kababı çox dadlı olur. Müxtəlif yeməklərdir. Onlar da çox dadlı idi. Hesabı da Adil verir. Deyirəm, Allah Adil sən canı sağ eləsin. Deyir, bizim şirkət tərəfindən sizə hədiyyə. Bizi bura, yəni bu işləri bizim üçün şirkət görür. Və yolda belə bir qaysı satan görürəm. Dayı 40 yuan eləyir, 3-4 kilo alıram. Axşam yeyirəm bunu. İnansız səhərə qədər qarnım ağrıyıb. Bu qarın ağrısı bizdən əl çəkmir də. Səhər yeməyinə gəlirik. Keçən dəfə gələndə də bu otellərdəki səhər yeməyini heç vaxt bəyənməmişəm. Öz yeməkləri, öz adətləri, ənənələri var. Səhər açıldı, Adil gəldi. Yenə maşının ətrafına qarışqa kimi yığılıblar. Deyir, bu hardan gətirmişsən? Deyir, maşınlarına niyə var? Bizdə doludur. Deyir, very nice car. Deyir, nə gözəl. Adil də seçər.